Əməkdar incəsənət xadimi Ədalət Nəsibov 1939-cu il yanvarın 27-sində Qazax rayonunda anadan olub. 20-ci əsrin ortalarında sənətə gələn Ədalət Nəsibov Azərbaycan aşıq sənətində özünə məxsus dəstxətti ilə seçilən, saz ifaçılığına yenilik gətirən və özünün məktəbini yaradan sənətkardır. O, Azərbaycan solo saz ifaçılığının tikrarsız və əzəmətli simalarından biridir. Ustad sənətkar qaytarma, baş sarıtel, ruhani, Yanıq Kərəm və başqa saz havalarının bənzərsiz ifaçısı kimi tanınır. Aşıq həmçinin 7 oğul istərəm filmində çəkilib, Azərbaycan mədəniyyətini, aşıq sənətini dünyanın bir çox ölkələrində liaqətlə təmsil edib. Bənzərsiz ifaları ilə sazımızı sevdirib. UNESCO tərəfindən onun ifaları ayrıca lentə alınıb. Ona hər yerdə Dədə Ədalət deyə müraciət ediblər. Ədalət Nəsibov əməkdar incəsənət xadimi fəxri adına Azərbaycan prezidentinin fərdi təqaüdünə layiq görülüb. Aşıq Ədalət 2017-ci ildə vəfat edib, məkanı cənnət olsun.